Salam dostlar, sizinlə mənəm Elmar Mirziyev. Bu günləri təzə aldığım sur paketləri göstərəcəm sizə, bir söz yazıcılar göstərəcəm sizə. Gəldiyi videomuza indi sizə göstərim bunların hamısını. Belə bir şey var. Çıt edir. 15 dəfə atır. Belədir. Belə bir Drazi robotus var. Baladası var idi, böyüsü yox idi deyə alan mənim böyüsünü. 2 dənədir. Qoyuruq qırağa. Tam göstərim. Belə bir Drazi robotusdur. Belə bir ən böyük boss oxşar Ko 2020 var. Bu çox böyük, həddindən artıq böyüdü. Göstərim sizə belə. Belədir. Bunu da qoyduq qırağa. Belə bir işıq satan bir poşet var. Böyle fırlanır, ışık saçır. Bunların partlayanı da var. Ondan yoxdur məndə. Tamam, benim satışda yox idi. A5. Belədir. Belə bir enigma malı var. Çox qəşəngdir həqiqətən də. Yaxşı partlayır. Qoyuruq bunu da qırağa. Belə bir Ko 10 var. O da opus kimidir. Ko 10. Ko bağışla 2010. Bu da belədir. Qırağa. Burada tıpı 2000 var. Kırmızı rəngdə də. Kırmızı rəngdə də bu. Tıpı 2000. Belə bir deyəsən bir sayıltdır dostlar. Sayılt olmalıdır, elə deyiblər mənə. Qoyursuz belə fırlanır, göydə partlayır, sayıltdır. Adı onun acid. Belədir bu da. Belə qoyursuz partlayır. Qoyuruq bunu qırağa. Belə bir zırh poşet var. Bakın. Təzə almışam. 2 dənə almışam bundan da. Qırağa. 2 dənə almışam. Belə bir adını. Bunun tıpı 3 var. Tıpı 3. Belə bir ikisini göstərimsə. Belə bir zır poşet var. 2 dənədir bundan da 2 dənə almışam. 2 dənə almışam. Koyduk bunu da qırağa. Burada explosiv var. Qırmızı rəngdə. Qırmızı rəngdədir bu da. Burada belə bir zənqə var. Baxın dostlar, fərqi belə çoxdur bunun. Baxın bir dənə fərqini sizə göstərəcəm. Baxın bir dənə. Fərqinə baxın bir dənə. Bu balada da böyüdü. Baxın altlarını göstərim sizə. Bu da enigma malıdır bəli. Baxın. Zenga. Hətta baxın bir dənə. Böyüdü. Böyle bir zengana yakmamalı. Koydu kırığa.
Az kaldı 100 paketler burada. Belə bir King of var. Bundan da 2 tane almışam. King of var. Hadi. King of. Koyduk bunu da buraya. Bir ağlatı bu ise kırmızı rəngdə 2000 göstermiştim. Ve bu sarısıdır. Böyle tıpı 2002'den almışam bundan da. Burada böyle bir paket var, adı nedir bunun? P1001 belədir. Bunu mənə demişlər yaxşı partlayır. Çox yaxşı partlayır ama yaxşı partlayan oxşan çünki çox pahalı. Burada PP1 var. PP1 gösterimse. PP1 gösterimse. Oy, işte biliyorsun. Burada Titan 1 var. 2 tane almışam bundan da Titan 1. Diller çok yaxşı partlayır. Titan 1 var. 2 tane aldım. Koyduk bunu da qırağa. Aha. Burada belə bir Pelagic Devil var. Mega. Belədir. Mega. Belədir. Bunu koyduk qırağa. Belə bir bunun Pumin var. Görsəm üstünü bağlamışam. Çok pis partlayır. Partlamışam, bunu almayın. Koyduk bunu da qırağa ve son 3 tane qalıb. Burada Explosive var. Explosive deyəsən bu. Explosive'dir. Belə bir Explosive var. Bundan kırmızısı var idi. Bu da qarasıdır. Bir de belə bir P23 var. Hamı tanıyır P23'ü. Bunu da koyduk qırağa. Ve burada böyle bir silver Zaratiker var. Balacadır. Baxın. Belədir. Və isə ən sonuncu göstərirəm. Belə bir blok. Belə göstərim sizə blok. İçində 10 paçka olur. Belədir. Bu kadar. Sağ olun, salamat qalın. Abone olmağı, like atıp abone olmağı unutmayın. Sağ olun, salamat qalın.